9. 9 olacaqdı. Qovulan oyunçunun yeni oyuncuya girməsi oyun davam edirdi. Bəli, davam edir. Hansı idman oyundadır ki, qovulan oyunçunun yeni oyuncuya girməsə komanda texniki məğlubiyyətə düşür? Voleybolda. 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 Voleybolda idi. Voleybolda. Futbolda bir komanda maksimum neçə oyunçu qırmızı kart aldığı halda hələ də oyun davam edir? Maksimum 5 oyuncusu qırmızı aldıqda 7 oyuncusu ilə davam edir. Ay, so maksimum 4 oyuncusu qırmızı aldıqda 7 ilə davam edir. Aha, yaxşı. Futbolda belə deyim də, bir oyuncuya maksimum neçə sarı kart verə bilərsiniz? Bir oyuncu 2. Aha, bir oyuncuya 2 dənə sarı kart verə bilərsiniz. Yaxşı, ehtiyat oyuncuya kart vermək olur. Bəli, olur mu? Aha, hansı hallarda küçdən zərbə olur? Küçdən zərbə olan halların hamısını say. Küçdən olan zərbələr müəllim topu vurarkən müdafiə olunan komandaya dəyər çıxdıqda, Sonra. ya qapıcı çıxartdıqda, sonra 2. İkinci hal. Birini deyim sənə, sən ikisini deməm sənə. Müdafiə olunan komanda və yaxud da qapıcı eyni şeydir ona. Yox, mənim hücum edən komanda qapıya zərbə vuranda qapıcı topu çıxardanda bir bu, bir də müdafiə olunana dəyər çıxardan Eyni şeydir də. Eyni şeydir. Qapıcı da müdafiə olunan komandadır da. Sonrası mənim. Aha, bir müdafiə olunan komandanın oyuncusunun toxunuşundan sonra, 2 qapıcı əlində top 8 saniyədən artıq saxlayardısa, 3 bütün standart vəziyyətlərdən top zərbəni yerinə yetirən komandanın öz qapısına daxil olardısa. Gördüm. Bəli. Sonra futbolda topun çəkisi neçədir? 410-450. 410-dur, 450 qramdır. Hakimdən icazəli top dəyişdirə bilərsiniz. Xeyr, mənim. Oyunçu əvəz etməsi neçəncə? Bəli, oyunçu əvəz etməsi neçəncə hakimin vəzifəsidir? 4-cü. 4-cü hakimin vəzifəsidir. Yaxşı. Yan xəttdən top bir əldən oyuna daxil edilə bilər? Xeyr, mənim. Yaxşı.